Gözəl müştərilərim, mən bu günləri sizinlə bir sifarişimizə görüşmək istəyirəm. Bizim sosial şəbəkədə şirniyyat məhsullarını hazırlayan Elnarə ustamız var. Çox gözəl bir insandır. Elnarə xanımın canlı yayımında bizim Yevlaxda yaşayan bir yermə əngəli olan bir balamız Elnarə xanımdan tort istəyib. Elnarə xanım ballı tort pişirən zaman bizim balamız da ondan istəyib. Biz indi Elnarə xanım da bir video çəkib paylaşmışdı ki, Yevlaxda kim şirniyyat hazırlayan, kim yaşayırsa mənimlə əlaqə saxlasın. Elnarə xanım öz büdcəsi ilə bir ballı tort hazırladı. İndi mən yazdım Elnarə xanıma ki, mən bunu böyük məmnuniyyətlə hazırlayaram. Bizim balamıza çatdırarıq. Yermə əngəlli olan bir balamızdır və tortumuz hazırdır. Mən indi aparıram təhvil verməyə. Elnarə xanım özü ödənişini edir. Mən hazırladım və yanına belə bulqlarımızdan da hazırlayıb qoydum və biraz Napolyon tortumuzdan da qoydum. Təyyamlarımızdan datsın. İnşallah ki, Allahın izni ilə yenidən balamız üçün təyyamlardan aparıb verərik. Çox sağ olun Elnarə xanım. Gözəl ürəyinizə görə sizə çox təşəkkür edirəm. Bizim ustamız Elnarə xanım var olasınız. Mən indi aparıram körpəmizə Elnarə xanımın belə deyək də istəyini çatdıram. Elnarə xanım, biz gəldik, çatdıq. Kənan balamızın anası bizə çıxdı, qarşıladı. Gəldik. İstəyini biz çatdıraq, verək. Keç bək. Salam, axşamınız xeyir, xoş gördük. Necəsiz? Yaxşı olasınız. Kənan bala, necəsən? Yaxşısan? Bax, sənə Elnarə xanımın sifarişini çatdırdı. Təşəkkürün olsun. Sən Elnarə xanımdan istəmişdin, gətirdik. Bu da mən bacımdan sənə təyyamlar. Yiyərsən, nuş eləyərsən. Haçan nə lazım olsa, mən sənin qulluğunda hazıratam. Elnarə xanıma nə demək istəyirsən? Allah köməyi olsun deyirəm, valla. Allah ona dəyməsin. Allah onun canı sağ eləsin. Sağ olun, sağ ol qadan al. Bizim çox xoşdur. Sağ ol qadan alım, sağ olun, sağ olun.